19-da olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunun, nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərində duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 33-38 dərəcə isti. Dağlarda gecə 13-18 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.